Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün litosfer haqqında 20 sualın izahına diqqət yetirmiş olacağıq. Birinci sualımızda qeyd olunub ki, Afrika doğru fikirləri müəyyən edin. Afrika litosfer havası Ərəbistan litosfer havasından daha zəif hərəkət edir. Bəli, bu doğru fikirdir. Ona görə də Qırmızı dənizin sahəsi burada genişlənəcək. Təbaşir süxuru həm metamorfik, həm də kimyəvi mənşəli süxurdur. Xeyr, təbaşir yalnız kimyəvi mənşəli süxurdur. Ruvenzori horstu qırılma zonasında yerləşir. Bəli, Ruvenzori horstu Şərqi Afrika sınma zonasında yerləşir və ən böyük horstdur. Xəritədə eyni təkanlara malik nöqtəyə birləşdirən xəttlər bəli izoseistlər adlanır. Doğru fikir olacaq. Işıq Zahirli və Üçtəpə vulkanı sönmüş yox, palçıq vulkanlardır. Yanlış fikirdir. Hekla vulkanı tuş tərkibli deyil. Bu da yanlış fikir olmuş olacaq. Doğru cavabımız 1, 3, 4 A variantıdır. Təbəqələrin yaranma ardıcıllığı hansı variantlara düzgün verilib? Biz bilirik ki, birinci yaranıb atmosfer təbəqəsi, daha sonra hidrosfer, sonra litosfer, sonra isə biosfer təbəqələri yaranmış olacaq. D variantı doğrudur. Uyğunluğu müəyyən edin. Tayde vulkanı qeyd olunub ki, Kanar adalarında yerləşir və Fransaya aid deyil, bu İspaniyaya aiddir. Montompello vulkanı Martinik adasında yerləşir və Fransaya aiddir. B variantımız doğru cavabımız olmuş olacaq. Dördüncü sualda doğru yanlış səlvəlidir. Doğrunun altdan doğruları, yanlışın altdan yanlışları götürmüş olacağıq. İğnəyarpaqlılar Mezozoy erasında yaranmışdır. Qranit Proterozoyda yaranmışdır. Hersin dağı əmələ mərhələsi daş kömürü və Perm dövrlərində yaranmışdır və s. İndi bunlara diqqət yetirmiş olacağıq. Baxın, bir İğnəyarpaqlılar Mezozoy erasında yaranmayıb, yanlış fikirdir. Qranit Proterozoyda yox, arxeida yaranıb. Hersin dağı əmələ mərhələsi bəli daş kömürü və Perm dövrlərində mövcud olub. Pantalasın sahəsinin artıb azalması Mezozoy yox, Paleozoy erasında olub. İlk okeanın yaranması geoloji inkişaf mərhələsi başlandı. Bəli, bu doğrudur. Qranit və bazalt qatları arasında sərhəd Moxo yox, Konrad sərhəd adlanır. Doğrunun altdan doğru 3, yanlışın altdan 4-dən 6-ları götürmüş olacaq. Subduksiya zonaları nədir? Materik və okean litosfer havalarının konvergent sərhədinə biz subduksiya zonaları demiş olacağıq. Ekvator xəttindən cənubda yerləşən vulkanları müəyyən edin. Burada Reyner və Şastanı çıxacaqsınız. Ekvatordan şimalda yerləşir. Yenə də Reyneri çıxacaqsınız. D variantında Heklanı çıxacaqsınız. Y variantında Asonu çıxacaqsınız. Ruapehu Yeni Zelandiyada, Semeru Yavada, Kilimanjaro Afrikada, Cotopaxi Cənubi Amerikada, Ekvatordan cənubdadır. Kolliziya zonaları iki materik tipli litosfer havasının toqquşma zonalarına kolliziya litosfer zonaları demiş olacağıq. B variantı bizim doğru cavabımızdır. Divergent zonada yerləşən vulkanları müəyyən edin. Yəni ayrılmaz sərhəddində yerləşən vulkanlar. Bu vulkanlar Hekla, Mauna Loa və Bardarbunga vulkanı olacaq təbii ki. A variantında Hekla və Bardarbunga İslandiyada, Mauna Loa isə Havay adalarında yerləşir ki, bu da divergent ərazidir. Geotermik pillənin böyük olduğu ərazilər təbii ki, platforma və dağlıq ərazilərdir ki, Appalaç dağlarına təsadüf etmiş olacaq. Litosfer havalarının divergent sərhədinə aid olan doğru fikirləri müəyyən edin. Tuş tərkibli vulkanlar bu sərhəddə formalaşır, yanlış fikirdir. Dünyanın ən dərin çökəkliyi bu sərhəddə formalaşır, bu da yanlış fikirdir. Marian çökəkliyi konvergentdir. Marianla Sakit Okean toqquşması, daha doğrusu Filippindən. Müqəddəs Yelena Azor adaları bəli divergent adalardır. Şimali Amerika və Avrasiya litosfer havaları arasında mövcuddur. Bu da doğru olacaq. Yeni Zelandiya adası bu tip sərhəddə formalaşır. Xeyr, Yeni Zelandiya adası konvergent adadır. Rif dərələri bu tip sərhəddə formalaşır. Bəli, doğrudur. 3, 4, 6 bizim doğru cavabımız olmuş olacaq. Əmələ gəlməsinə görə biri digərlərindən fərqlənir. Burada olanların hər biri maqmatik süxurlardır. Amma qrafik metamorfik olmuş olacaq. E variantı yanlışdır. Geotermik pillə harda kiçik olur? Təbii ki, geosinkronal ərazilərdə kiçik olmuş olacaq. Sinekliz və antikliz platformanın qalxan və enən hissələridir. Kronoloji ardıcıllığın düzgün verildiyi sıranı müəyyən edin. Trias, Jura, Təbaşir, Paleogen ardıcıl olaraq düzgün verilib. Biz bilirik ki, qədim Mezozoin dövrləridir. Trias, Jura, Təbaşir ardıcıldır. Paleogen isə Kaynozoydan sonra gəlir. Paleozoy erasına aid olan dövrləri qədimdən cavana düzün. Paleozoyda Kembri, Ordovik, Silur, Devon, daş kömür, Permdir. Deməli, Kembri, Ordovik, Silur, Devon. C variantı olacaq. Neogen dördüncüdür, yəni Kaynozoydur. Trias isə Mezozoydur.
Suxurların nisbi yaşı necə müəyyən olunur? Təbii ki, suxurların yatım arıcılığına və yaxud da orada bitki və heyvanat aləminin qalıqlarına əsasən biz suxurların nisbi yaşını müəyyən etmiş oluruq. Onun tərkibindəki radioaktiv maddələrin parçalanmasına görə isə onun mütləq yaşı müəyyən olunmuş olacaq. Kaynazoy erasında baş verən hadisələr. 4-cü dövr buzlaşması və müasir relyefin yaranması təbii ki, doğrudur. Lavrasiya və Gondvananın parçalanan müasir materiklər yaratması bu Mezozoy erasıdır. Tets okeanının parçalanması ilə Aralıq, Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması doğrudur. Pantalasın müasir okeanlara parçalanması yanlışdır, bu Mezozoydur. İnsana bənzər meymunların əmələ gəlməsi doğru olacaq. Örtük toxumlu bitkilərin, məməlilərin və quşların yaranması yanlış olacaq. Burada 1, 3 və 5 bizim doğru cavabımız olacaq. Geotermik pillənin qiyməti asılıdır. Ərazinin seysmikliyindən asılı olar təbii ki, radioaktiv maddələrin parçalanmasına və daimi donuzluqdan. 2, 4, 5 bizim doğru cavabımız olacaq. Yerin geoloji inkişaf mərhələsinə aid olan doğru fikirləri müəyyən edin. Pangeyanın Lavrasiya və Gondvaniya parçalanması bəli, Paleozoy erasındadır, doğrudur. Qədim sürünənlərin yayılması, dinozavrların nəslinin kəsilməsi Mezozoy erasında baş vermişdir, doğrudur. Örtülü toxumlu bitkilər, quşlar, məməlilər, insana bənzər meymunlar Mezozoyda yox, Kaynazoydadır. 4-cü Tets okeanının qapanması Paleozoy erasında baş vermişdir. Xeyr, bu Kaynazoydadır. Pantalasın müasir okeanlara bölünməsi bəli Mezozoyda olmuş olacaq. İlk suda, quruda yaşayanların yaranması Proterozoy erasına aiddir, yanlışdır. 1, 2, 5 bizim doğru cavabımız olacaq. Hansı hadisə ilə planetar erası başa çatdı? Təbii ki, ilkin okeanın yaranması nəticəsində planetar erası ona çatdı və geoloji era yaranmış oldu. Kriptozoy eonunda əsasən filiz mənşəli faydalı qazıntıların yaranmasının səbəbi nədir? Təbii ki, həmin ərazilərdə kütləvi vulkan püskürmələri, həmin vaxtlar daha doğrusu kütləvi vulkan püskürmələri baş verirdi. Nəticədə ona görə də filiz mənşəli faydalı qazıntılar daha çox yayılmış olacaqdır. Beləliklə, təsvirdən bir quizimizin də izahına sonuna çatmış olduq. Yanvar qruplarımıza qeydiyyat davam edir. Dərslərə qoşulmaq üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, gələn video izahlarımızda görüşmək ümidi ilə.